1. Xətti funksiya. Y bərabər kx plus b. Burada k fərqli 0, k və b daxili r şəklində verilən ədədi funksiyaya xətti funksiya deyilir. Məsələn, y bərabər 2x plus 3, y bərabər -3-1x plus 4 və s. Qeyd. Y bərabər kx plus b xətti funksiyasında k bucaq əmsalıdır, b isə sərbəst həddir. Qeyd. Əgər mx plus ny plus c funksiyasında, burada mn və c daxildir, y bərabər kx plus b şəklinə gətirmək lazım olarsa, burada bucaq əmsalını və sərbəst həddi tapmaq lazım. Mx plus ny plus c bərabər 0, buradan ny bərabər -mx minus c və y bərabər -m bölünsün n vurulsun x minus c bölünsün n. Burada k bərabərdir -m bölünsün n və b bərabər -c bölünsün n olduğunu nəzərə alsa, y bərabər kx plus b alar. Göründüyü kimi, belə düz xəttin tənliyində -m bölünsün n bucaq əmsalı, -c bölünsün n isə sərbəst həddir. Xətti funksiyalar üçün aşağıdakı xassələr vardır. 1. Təyin oblasti df bərabər mənfi sonsuzdan müsbət sonsuzluğa. 2. Qiymətlər oblasti yf bərabər mənfi sonsuzdan müsbət sonsuzluğa qədər. 3. K böyük 0 olduqda funksiya artan, k kiçik 0 olduqda funksiya azalan olur. 4. K böyük 0 isə y bərabər kx plus b funksiyasının qrafiki o x oxunun müsbət istiqaməti ilə iti bucaq əmələ gətirir. 5. K kiçik 0 olarsa, y bərabər kx plus b funksiyasının qrafiki o x oxunun müsbət istiqaməti ilə kör bucaq əmələ gətirir. Burada deyilənlər ayani olaraq qrafik şəkildə göstərilmişdir. 6. B bərabər 0 olduqda isə y bərabər kx funksiyasının qrafiki k-nın qiymətlərindən asılı olaraq aşağıdakı şəkildə göstərilmişdir. Y bərabər kx funksiyası tək funksiyadır və koordinat başlanğıcından keçir. Qeyd. Yuxarıdakı qrafiklərdə bucaq əmsalı üçün k bərabər tangens alfa ödənilir. 7. K və b-nin qiymətlərindən asılı olaraq y bərabər kx plus b xətti funksiyası üçün aşağıdakı qrafikləri göstərə bilərik. K böyütü 0, b böyütü 0 olanda qrafik göstərilmişdir. Göründüyü kimi burada qrafik ordinat oxunun müsbət istiqamətdə kəsir və alfa bucağı iti bucaqdır. K böyütü 0, b kiçik 0 olduqda göründüyü kimi burada düz xətt ordinat oxunun mənfi tərəfdə kəsir və alfa müsbətdir. K kiçik 0, b böyük 0 olduqda göründüyü kimi burada funksiya azalandır. Qrafik ordinat oxunun müsbət tərəfdə kəsir və bucaq kör bucaq. K kiçik 0, b kiçik 0 olanda funksiya azalandır. Ordinat oxunu düz xətt mənfi tərəfdə kəsir və bucaq əmsalın mənfi olduğuna görə alfa bucağı kör bucaq. 2. Kvadratik funksiya, yəni parabola. Y bərabər ax kvadrat üstə gəlsin, bx üstə gəlsin, c. Burada a fərqlidir 0, a, b isə daxildir r. Şəklində verilən ədədi funksiyaya kvadratik funksiya deyilir. Y bərabər ax kvadrat plus bx plus c funksiyasının qrafikinə parabola deyilir. Kvadratik funksiyanın aşağıdakı xassələri vardır. 1. Təyin oblasti r bərabər mənfi sonsuzdan müsbət sonsuzluğa qədər həqiqi ədədlər çoxluğudur. 2. Təpə nöqtəsi m, x0, y0-ın koordinatları x0 bərabər mənfi b bölünsün 2a, y0 bərabərdir. Kəsr xətti sürətdə 4ac minus b kvadrat, məxrəcdə 4a və ya o da bərabərdir mənfi d bölünsün 4a. Burada d diskriminantdır. Uyğun qrafik şəkildə göstərilmişdir. 3. Əgər a böyütü 0 olarsa, qiymətlər oblasti y0-dan müsbət sonsuzluğa qədər a kiçik 0 olarsa isə qiymətlər oblasti mənfi sonsuzluqdan y0-a qədər y0 daxil olmaqla kimi tapılır. 4. D, yəni diskriminant 0-dan böyük olarsa, funksiyanın qrafiki
o x oxunu kəsir. D bərabər 0 olduqda o x oxuna toxunur. D kiçik 0 olduqda isə o x oxunu kəsir. 5. A böyük 0, D kiçik 0 şərtlərində y bərabər də ax kvadrat plus bx plus c funksiyası x-in bütün həddi qiymətlərində həmişə müsbətdir. 6. A kiçik 0, D kiçik 0 şərtlərində y bərabər də ax kvadrat plus bx plus c funksiyası x-in bütün həddi qiymətlərində həmişə mənfidir. 7. A böyük 0 olduqda parabolanın qolları yuxarı, A kiçik 0 olduqda isə qollar aşağı olur. 8. A böyük 0 olduqda parabola x0 bərabərdir mənfi b bölünsün k nöqtəsində minimum, A kiçik 0 olduqda isə x0 bərabərdir mənfi b bölünsün k nöqtəsində maksimum qiymətini alır. Deyilənlər aşağıda qrafik şəkildə göstərilmişdir. 3. Modul funksiyaları. Y bərabərdir modul x funksiyası üçün aşağıdakı xassələr vardır. 1. Bu funksiya cüt funksiyadır. 2. Təyin oblastı df bərabərdir mənfi sonsuzdan müsbət sonsuzluğa kimidir. 3. Qiymətlər oblastı y bərabərdir 0 daxil olmaqla müsbət sonsuzluğa kimi tapılır. Onun qrafiki aşağıda göstərilmişdir. Y bərabərdir mənfi modul x funksiyası üçün aşağıdakı xassələr var. 1. Bu funksiya cüt funksiyadır. 2. Təyin oblastı df bərabər mənfi sonsuzdan müsbət sonsuzluğa kimidir. 3. Qiymətlər oblastı y bərabər mənfi sonsuzdan 0 daxil olmaqla kimi tapılır. Və onun qrafiki aşağıdakı şəkildə göstərilmişdir. Y bərabərdir modul içərisində ax plus b burada ab daxildir r funksiyası üçün aşağıdakı xassələr vardır. 1. Təyin oblastı df bərabərdir mənfi sonsuzdan müsbət sonsuzluğa kimi tapılır. 2. Qiymətlər oblastı y bərabərdir 0 daxil olmaqla müsbət sonsuzluğa kimi tapılır. Y bərabərdir mənfi modul işarəsi daxilində ax plus b burada a və b daxildir r olarsa funksiyası üçün aşağıdakı xassələr vardır. 1. Təyin oblastı df bərabərdir mənfi sonsuzdan müsbət sonsuzluğa kimi tapılır. 2. Qiymətlər oblastı y bərabərdir mötərizə içərisində mənfi sonsuzdan 0-a kimi 0 daxil olmaqla. Nümunələr göstərək. Misal, y bərabərdir modul 2x plus 3 funksiyasının qrafikini qurun. Həlli. Y bərabər 0 olarsa, modul 2x plus 3 bərabər 0, buradan da x bərabər mənfi 1,5 alarıq. X bərabər 0 olarsa isə y bərabər 3 alınır. Aşağıdakı şəkildə o qrafik göstərilmişdir. Qrafikdən göründüyü kimi bu funksiyanın təyin oblastı mənfi sonsuzdan müsbət sonsuzluğa qədər qiymətlər çoxluğu 0-dan 0 daxil olmaqla müsbət sonsuzluğa qədərdir. Y bərabərdir k vurulsun modul ax plus b üstə gəlsin c. Burada abc daxildir r. Funksiyanın təyin oblastı d bərabərdir mənfi sonsuzdan müsbət sonsuzluğa kimidir. K kiçik 0 olarsa qiymətlər oblastı y mənfi sonsuzluqdan c-yə qədərdir. C daxil olmaq. K böyük 0 olarsa qiymətlər oblastı y bərabərdir c-dən daxil olmaqla müsbət sonsuzluğa kimi tapılır. Misal, y bərabərdir mənfi modul işarəsi daxilində 3x plus 4 üstə gəlsin 3 funksiyasının qrafikini qurun. Həlli. 3x plus 4 bərabər 0 yazıb, x0 bərabər mənfi 4 bölünsün 3 və y0 bərabər 3 alırıq. Aşağıda funksiyanın qrafiki göstərilmişdir. Qrafikdən göründüyü kimi df bərabər mənfi sonsuzdan müsbət sonsuzluğa, y bərabərdir mənfi sonsuzluqdan 3-ə qədərdir, 3 daxil olmaqla.